Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış? Milli Məclisin sabiq deputatı, sabiq təhsil naziri 1993-cü ildə Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili naziri olub. Firudin Cəlilov Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib. Axar Az Yeni Sabaha istinadla xəbər verir ki, o bu barədə EAT və Azərbaycan YouTube kanalında yayımlanan müsahibəsində bildirib. Firudin Cəlilov Ramiz Mehdiyevin təkcə Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub. Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu. Sabiq nazir, həmçinin Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq, bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib. Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o, həbs olunmalıdır. Onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib. Firudin Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub. Ramiz Mehdiyev öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır. Müharibənin sonuna çatmışıq, Kellogg. 28 maddəlik sülh planı üzərində işlər gedir, lakin sazişin əsası artıq formalaşdırılıb. Biz müharibənin finiş xəttinə çatmışıq. Axar Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump'ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kate Kellogg deyib. Planda bəzi şeylər var ki, onlar aydın yazılmalı və yaxşı izah olunmalıdır. Sənəddə həmçinin təhlükəsizlik zəmanətləri də yer alacaq və əsas qarant ABŞ olmalıdır ki, Budapeşt memorandumu və Minsk sazişlərindəki səhvlərdən qaçmaq mümkün olsun, Kellogg bildirib. Onun sözlərinə görə Ukraynalılar Amerikalılara inanırlar və çox güman ki, Zelenski planı dəstəkləmək üçün ABŞ-a gedə bilər.